Bugünkü dərsimiz iyon mübadilə reaksiyaları. Yəni iyonlar arasında baş verən mübadilə reaksiyaları. Yəni suda məhlulda və ya iyonlar arasında gedən reaksiya iyon mübadilə reaksiyasıdır. İyon mübadilə reaksiyası nədir? Axıra kimi gedən reaksiyadır. Reaksiya nəticəsində ya çöküntü alınmalıdır, ya su alınmalıdır, ya qaz alınmalıdır, ya da zəif elektrolit, zəif turşu alınmalıdır. İyon mübadilə reaksiyası ilə bir çox iyonları təyin etmək olur. Məsələn, burada baxırıq, bunlar mütləq yadda saxlayırıq. Deməli, sulfat iyonu nə ilə təyin olunur? Barium iyonu ilə ağ çöküntü əmələ gəlir. Rəngi də budur. Florid iyonu nə ilə təyin olunur? Maqneziumla sarı çöküntü əmələ gəlir. Deməli, klor iyonu nə ilə təyin olunur? Qurğusunla və gümüş ilə ağ çöküntü. Məsələn, gümüş xlorid, baxın, bu rəngdədir, ağ çöküntü. Qalan brom, yod və ortofosfat da gümüş iyonu ilə, yəni gümüş nitratla təyin olunur. Gümüş bromid açıq sarı, sarımtıl çöküntü verir, yəni belə saman sarısı kimidir. Yəni, gümüş yodid isə və gümüş ortofosfat isə sarı çöküntüdür. Yəni, bu rəngdə çöküntü verir. Sonra sulfit iyonu mis və qurğuşun ilə təyin edilir. Mis və qurğuşun qara çöküntüdür. Yəni, deyək ki, bu rəngdədir. Qara çöküntü verir. Sink sulfit isə ağ çöküntü. Yəni, bu cür çöküntü əmələ gətirir. Karbonat iyonu turşu ilə təyin olunur. Hidrogen iyonu ilə təyin olunur. Yəni, karbon qazı ayrılır. Əhəng suyunu bulandıran qaz ayrılır. Yəni, karbon qazı əhəng suyunu bulandırır. Bəli, buna deyirlər əhəng suyunu bulandıran qaz. Əhəng suyu dedikdə, yəni kalsium hidroksid əhəng suyudur. Üstə görə karbon qazı, kalsium karbonat, deməli, bulantı əmələ gəlir, ağ çöküntü və su. Və buna görə deyirlər ki, əhəng suyu bulandıran nədir? Qaz əmələ gəlir. Sonra OH iyonu ilə, yəni qələvi ilə, məsələn, natrium hidroksidlər, kalium hidroksidlər və s. fərq yoxdur. Qələvi ilə nə təyin edirlər? Məsələn, sinki ağ çöküntü verir, alüminium ağ çöküntü verir, mis göy çöküntü, dəmir mis hidroksid göy rəngli çöküntüdür. Dəmir müsbət kini yaşıl, getdikcə qonurlaşan yaşıldır çöküntü. Dəmir müsbəti isə qonur çöküntü verir. Ammoniumda OH ilə amonyak qazı əmələ gəlir. Məsələn, burada veribdir, ki, versəniz, sink hidroksid, yəni bu cür. Baxın, ağ həlməkik çöküntüdür. Kim verirsinizmi? Belə bir çöküntü yaranır. Alüminiumda ağ çöküntü, mis, yəni bu cür çöküntü verir. Dəmir hidroksid, getdikcə qonurlaşan yaşıl çöküntü. Dəmir hidroksiddə, yəni bu cür nədir? Qonur çöküntü əmələ gəlir. Deməli, bunları yadda saxlayırıq. Hansı iyonlar nə ilə təyin olunur? İndi və buna aid reaksiyaları yazaq. Məsələn, əvvəlcə çöküntünün alınması ilə gedən reaksiyalar, düzdür, burada verilibdir, bir neçə reaksiyalar verilibdir və biz buna aid misallar da yazacaq yenə əlavə olaraq. Məsələn, burada natrium klorid gümüş nitratla gümüş xlorid ağ çöküntü verir. İndi reaksiyaları yazacaq. Deməli, burada gümüş orta fosfat, gümüş bir orta fosfat, natrium nitrat. Əmsallar yazırıq. Deməli, bura 3. Bu molekülər tənlikdir. Bir də var iyon tənliyi.
Gümüş nitrat suda həll olan duzdur. Yəni iyonlara ayrılır. Suda həll olan duzdursa iyonlara ayrılır. Gümüş, dissosiasiya gümüş və nitrat iyonu. Bunu dissosiasiya sonra natrium ortofosfat suda həll olur. Suda həll olan duzdur. Natrium və ortofosfat. Və nə alınır deməli? Gümüş, ortofosfat çöküntüsü, sarı çöküntü. Yəni çöküntülər dissosiasiya etmir. İyonlara ayrılmır deyirik. Sonra natrium və nitrat. Sonra qısa iyon tənliyinə baxaq. Deməli, qısa iyon tənliyində hansı iyonlar dəyişmirsə, onu ixtisar edirik. Dəyişməyənlər hansıdır? Olduğu kimi qalır. Nitrat iyonu dəyişmir. Bir də natrium iyonu dəyişmir. Yəni, bunlar ixtisar olunur. Yazıq gümüş, üstəgəl ortofosfat. Gümüş, ortofosfat, sarı çöküntü. Deməli, ortofosfat iyonu gümüş iyonu ilə təyin olunur. Qısa iyon tənliyində əmsalların cəmi nəyə bərabərdir? Bəli, 3, 1 və 1. Hə? Əmsalların cəmi 5-dir. Burada nə alınır? Sink, sulfit, ağ çöküntü, bir də kalium klor. İndi bu molekulyar tənlikdir. İyon tənliyini yazıq. Deməli, nə yazıq? Sink, üstəgəl 2 xlor, üstəgəl 2 kalium, üstəgəl sulfit. Sink, sulfit, ağ çöküntü, 2 kalium, üstəgəl 2 xlor. Burada nə ixtisar edir? Kaliumlar, klorlar ixtisar edir. Qısa iyon tənliyi, sink, üstəgəl, sulfit. Sink, sulfit, ağ çöküntü. Əmsalların cəmi 3. Burada nə alır? Barium sulfat, çöküntü, üstəgəl kalium klorid. Deməli, ağ çöküntü əmələ gəlir. İyon təni, barium, bəli, 2 xlor, 2 kalium, SO4, barium sulfat, çöküntü, bəli, 2 kalium, 2 xlor. Kaliumlar, xlorlar ixtisar edir. Qısa iyon tənliyi, barium, üstəgəl sulfat. Barium sulfat, deməli, çöküntü alınır. Əmsalların cəmi 3-dür. Bəli. Yenə yazaq. Sink nitrat, kalium hidroksid. Yaxşı. Deməli, burada nə alınır? Sink hidroksid, ağ çöküntü və kalium nitrat. İyon tənliyi də sink, üstəgəl,
nitrat, üstəgəl kalium, üstəgəl OH. Sink hidroksid və kalium, üstəgəl nitrat. Qısa yol tərniyi burada nəqsə gedəcək? Kaliumla NO3-lər gedəcək. Yəni sink, üstəgəl OH. Sink hidroksid. Ağ həmləşik çöküntü əmələ gəlir. Yəni sink iyonu OH iyonu ilə təyin olunur. Əmsalların cəmi belə. Əmsalların cəmi 4-dür. Deməli, nədir? Dəmir 3 hidroksid, natrium xlor. Deməli, qonur çöküntü alır. İyon tənliyi bəli. Dəmir üstəgəl 3 xlor. Əmsalı, bura 3 yazmalıyıq. 3 natrium, 3 OH. Bəli, dəmir 3 hidroksid, qonur çöküntü, üstəgəl bəli, natrium və xlor. Deməli, burada xlorlar gedir, natriumlar gedir. Qısa yon tənimdə dəmir, üstəgəl 3 OH. Alınır dəmir 3 hidroksid. Qonur çöküntü. Qısa yon tənliyində əmsalların cəmi 5. Bir dənə reaksiya deyirəm. Məsələn, mis 2 sulfat, üstəgəl barium hidroksid. Deməli, nə alınır? Mis 2 hidroksid, barium sulfat. Burada hər ikisi çöküntüdür. Burada hər ikisi çöküntüdür. İndi iyon tənliyi mis sulfat iyonlar ayrılır da dissosiasiya. Üstəgələk sulfat, üstəgəl barium, üstəgəl OH. Mis OH2 çöküntü, barium sulfat çöküntü. Elə iyon tənliyi, qısa iyon tənliyi də eyni qalır, düzdür. Burada ixtisar getmir. Sadəcə burada deyə bilərik ki, mis ilə OH arasında reaksiya baş verir. Bəli. Mis OH2. Göy çöküntü yaranır. Barium sulfatla ağ çöküntü. Bir də bariumla sulfat arasında reaksiya baş verir. Bu cür yaza bilərik. Sonra məsələn su alınmasına gedən reaksiyalar var. İndi onlara aid də misallar göstərək. Deməli, kalium nitrat və su. İyon tənliyi. Hidrogen, üstəgəl nitrat. Burada da kalium üstəgəl nitrat və su. Oksidaşma dərəcələrini mütləq qeyd etmək lazımdır. Burada qısa iyon tənliyi bəli, kaliumla nitrat dəyişmir. OH
üstəgəl H. Əmsalların cəmi də elə 3 eləyər. Mis 2 hidroksid üstəgəl xlorid turşusu. Deməli, burada alınır mis 2 xlorid və su. İndi bunun iyon tənliyi. Mis 2 hidroksid çöküntüdür. Bəli, mis 2 hidroksid çöküntüdür. Ona görə bunu bütöv yazırıq. Mis OH2. Amma təbii ki, turşuda dissosiasiya edir hidrogen və xlor iyonu. Amma mis 2 xlorid suda həll olur. Mis və xlor. Bir də su. Burada dəyişməyən hansıdır? Sadəcə xlor. Sadəcə xlor. Qısa iyon tənliyi mis OH2 bəli, üstəgəl 2H mis və su. Məsələn, oksidaşmə reaksiyası salanda yadınızdadır mı? Belə deyir, hidrogen iyonu deyirlər, hidrogen sərbəst halda bəs 0 olmalıdır. Burada müsbət iyon şəkildə yazılır. Deməli, burada da soruşsa ki, əmsalların cəmi nəyə bərabərdir? 6. Sink, nitrat, bir də su. Sink hidroksid çöküntüdür deyə iyonlara ayrılmır. Yəni, bütöv yazacaq. Sink hidroksid üstəgəl 2H 2 nitrat. Sonra sink nitrat dissosiasiya edir. Sink üstəgəl nitrat, bəli, bir də su. Burada deməli dəyişməyən hansıdır? NO3-lərdir. Qısa iyon tənliyi sink hidroksid 2H. Sink üstəgəl su. Belə. Məsələn, birində deyək, barium hidroksid üstəgəl sulfat turşusu. Barium sulfat həm çöküntü alınır, burada həm də su alınır. Yəni, hər ikisi alınır. Yaxşı, iyon tənliyi asılanır, bəli, qələvidir. Yəni, barium iyonu üstəgəl OH iyonu üstəgəl 2H SO4 iyonu. Barium sulfat çöküntü və bir də su. Burada yəni gördüyümüz kimi olduğu kimi qalır. Qısa iyon tənliyi. Burada hansı iyonlar bir-birinə reaksiya edir? Bariumla sulfat, OH-la H reaksiya daxil olacaq. Bəli. Sonra məsələn qaz alınması ilə gedən reaksiyalar. Məsələn, buna aid misallar da yazaq. Kalium karbonat
üstəcə nitrat turşusu. Kamal desin. Kalyum, nitrat, karbon qazı və bir də su. Əmsallaşdırır. Yaxşı, iyon tənliyi, kalyum, üstəcə karbonat, hidrogen, üstəcə nitrat. Sonra kalyum iyonlar ayrılır, üstəcə nitrat, üstəcə karbon qazı, üstəcə su. Burada deməli hansı iyonlar dəyişmir? Dəyişməyənlər hansılardır? Kalyum və nitrat iyonları dəyişmir. Yəni qısa iyon tənliyi karbonat, üstəcə hidrogen, karbon qazı və su. Yəni karbonat iyonu nə ilə təyin olunur dedik? Turşu ilə təyin olunur. Hər şeyi bulandıran qaz ayrılır demişdik. Qısa iyon tənliyində əmsalların cəmi neçədir? 5'dir. Natrium nitrat, üstəcələk, amonyak qazı, kəskinlikli qaz ayrılır. Kəskinlikli qaz ayrılır. Bir də su. İyon tənliyi, amonyum, üstəcəl nitrat, natrium, üstəcəlisin OH. Natrium nitrat da iyonlara ayrılır. Natrium, üstəcəlisin nitrat, alınır amonyak qazı, bir də su. Qısa iyon tənliyi, natriumdan nitratlar gedir. Qalır nə? Amonyum, üstəcəl OH. Alır amonyak və su. Yəni amonyum iyonu nə ilə təyin olunur demişdik? OH ilə, qələbi ilə təyin olunur. Qısa iyon tənliyində əmsalların cəmi neçəyə bərabərdir? 4'ə. Sonuncu zəif elektrolitin, yəni ya da zəif turşunun alınmasına gedən reaksiya baxaq. Qısa desin. Kalyum sulfat, bir də sirkə turşusu. Yaxşı. İyon tənliyi, bəli, dissosiasiya edir. Üstəcəl kalyum, üstəcəl hidrogen, SO4, 2 kalyum, SO4. Burada parçalanma, zəif turşulsa, dissosiasiya eləmir. Burada dəyişməyən kalyum və sulfat. Qısa iyon tənliyi də CH3COO və H. Sirkə turşusu alınır. Yəni bu cür. Deməli, bu da bugünkü dərsimiz iyon barədə reaksiyaları. Bu qədər. Deməli, gələn dərsdə növbət dərsimiz olacaq duzların hidrolizi. Duzların hidrolizi.
Yaxşı. Bu qədər.